Mənzilin yerləşdiyi yer, olduğu bina, binanın həyəti və təmir sizin üçün önəmlidirsə, bu mənzili izləməyinizi məsləhət görürəm. Niyə? Çünki yerləşir şəhərin düz mərkəzində 28 may metrosunun yanı. Yeni tikili binada, premium binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış tam hazır əşyalı 2 otaqlı mənzildir. Dediyim kimi düz mərkəzdə yerləşir. Binanın da gözəl, geniş həyəti, uşaq meydançaları, 2 mərtəbə yeraltı avtodayanacağı, yəni hər bir infrastruktur mövcuddur, hər hansı da ideal səviyyədədir. Və başlayırıq vaxt itirmədən mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə bu hissədə dolabımız yığılıb. İçərisini görsədim. Yuxarı hissələr də şkafdır, dərinlik də yaxşıdır. Bu hissədə də eyni ilə. Döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmada spotlardan istifadə olunub. Əlavə olaraq bura işıqlar yerləşdirilib. Və gəldikdə bu hissədə dresuarımız var. Belə bir dekorlarla bəzədilib. Bu hissədə təkli işığımız. Otaqların yerləşməsini deyim. Daxil olduqda sağda yerləşir mənzilin sanitar qovşağı. Burada deməli mətbəximiz və gəldikdə bu hissədə mənzilin yataq otağı və burada artıq gördüyünüz mənzilin gözəl, geniş qonaq otağıdır. Demək olar kvadrat şəklindədir, yəni dar uzun otaq deyil, yəqin ki videodan da hiss edirsiniz. Necə var, elə satılır. Bütün mebel texnika hamısı var. Burada deməli 6 nəfərlik masamız yerləşdirilib, mərmərdir. Bu hissədə divanımız, qabağında jurnallə, yəni bunların hamısı mərmərdir, qeyd edilən qiymətini bilənlər bilir. Bu hissədə böyük lüstrumuz yerləşdirilib, əlavə olaraq spotlardan da istifadə olunmuş işıqlandırmasında. Vitraj pəncərə, buradan balaca eyvanına çıxış var və həyət istiqamətində də gözəl panoraması var. Gəlin oranı mən sizə göstərdim. Gəl yaxından görsədək, həm həyəti. Qarşısı deməli açıqdır. Uşaq meydançası, yəni hər bir şərait mövcuddur. Dediyim kimi metronun da düz yanında yerləşir. Və qonaq otağımızda əlavə nə var? Onları göstərdim sizə. Bu hissədə TV stendimiz yığılıb. Sol hissəsi. Burada deməli şkaf yığılıb. Bura aksesuar, istənilən əşyazı, kitab filan yerləşdirə bilərsiniz. Aşağı hissələri, bu görünən hissələri şkafdır. Göstərdim sizə. Böyük ekran. Televizorumuz yerləşdirilib, mənzilin isti sistemi kombidir, radiatorlarda hamısı quraşdırılıb hazırdır. Burada da dizayna uyğun aksesuarlarımız yerləşdirilmiş. Döşəmə parketdir. Bu hissədə kondisionerimiz var, bütün otaqlarda kondisioner var. Gəlin buradan keçək, mən sizə göstərdim mənzili yataq otağını. Burada da hər bir şey var. Mənzil də dediyim kimi gözəl təmir olunub. Taxtımız yerləşdirilib. Arxa hissəsində təkli işıqlar, tablomuz. Buradan da bir balaca eyvanına çıxış var. Bu hissədə meykapımız. Aşağı hissələri belə şkafdır. Burada da televizor yerləşdirilib və yataq otağımızın bu hissəsində dolabımız yığılıb. Belə bir sürgülü qapı ilə açılır hər iki tərəfdən. Əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. Mərkəzdə yenə lüstr, spotlar, bunlar da öz yerində. Keçək, mətbəxi göstərdim sizə. Dediyim kimi mənzildə təmirdən sonra bir gün belə yaşayış olunur. Nə görürsünüzsə hamısı, bütün əşyalar yenidir. Bura mətbəximizdir. Bu ölçülü mənzil üçün kifayət qədər geniş mətbəximiz var və böyük eyvanla da bu mətbəxdən çıxış var. Gəlin elə eyvanı göstərdim sizə. Tam təsəvvür yaransın sizdə. Burada belə bir balaca masa da yerləşdirilib. İstirsəm dediyim ki, kombidir, aparat hamısı quraşdırılıb hazırdır. Bu hissədən də belə açıq panoraması var. Buranı da görsədək, azadlıq istiqamətində baxır. Və onu qeyd edim ki, girişdə olan üstü döşəmə burada davam etdirilib. Buranın da döşəməsi qranitdir və yeni, gözəl mətbəx mebelimiz yığılıb. Tam axıra kimi də yuxarı hissələr də şkafdır, nümunə olaraq göstərdim sizə. Yəni yer çoxdur, bütün əşyalarınızı yerləşdirə biləcəksiniz. Üst hissəsi mərmərdir, qaz peçi, aspirator, hissədə qabyanımız, sobalar, soyuducu. Dediyim kimi hamısı yenidir, heç bir də istifadə olunmur və qiymətə daxildir. 4 nəfərlik masamız yerləşdirilib burada və burada da yenə televizor, kondisioner hamısı var. Keçək, sanitar qovşağı da göstərdim. Sonra mənzilin qiymətini və digər məlumatları deyəcəm. Sanitar qovşağı keçməzdən öncə buranı göstərdim. Mənzildə paltar yuyan qurdan bu hissədə yerləşdirilib. Onu da nəzərinizə çatdırın və sanitar qovşaq, bayaq qeyd etmişdim, girişdən sağda yerləşib. İçərisi çox genişdir, onu nəzərinizə çatdırın. Bu hissədə belə gözəl duş kabinimiz yığılıb. Monitörümüz, aşağı hissələri şkafdır, divarçı unitaz və burada təbii ki, isti döşəmə ilə təchiz olunub. Belə, mən mənzildə demək olar, nə var, nə yox, hamısını sizin nəzərinizə çatdırdım.
Keçirik məlumatlara. Yerləşir 28 mayda metronun yanında, yeni tikili premium binada, yeni təmirli və yaşayış olmamış 2 otaqlı mənzildir. 91 kvadrat ölçüsü var. Yerləşir 17 mərtəbəli binanın 14-cü mərtəbəsində əşyalı satılır. Nə var, nə yox, hamısı qiymətə daxildir. Sənədlər də qaydasındadır, çıxarış, yəni kupsa da mövcuddur və mənzilin stat olaraq qiyməti 445 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.